barmaqlarını barmaqlarına keçirtmək. Hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İzə təvədə əhadukum fi beytihi thumma ətəl məscid kənə fi salatin həttə yarca fələ yəqul həkəzə və şəbbəkə beyn əsabi'. Sizdən biriniz evində dəstəmaz aldıqda, sonra isə məscidə gələrsə, qaydana nə qədər o namazda olur. Bu baxımdan bunu etməsin. Yəni barmaqlarını keçirtməsin. Yəni sağ əlinin sol əlinin barmağına keçirtməsin, ya da sol əlinin barmağına sağ əlinin keçirtməsin. Və başqa hədisdə açıq aydın göstərir. İzə təvədə əhadukum fə əhsənə vudu'əhu thumma xaraca amidən il məscid fələ yüşəbbikənnə beyni yədeyh fə innəhu fissaləh. Sizdən biriniz dəstəmaz aldıqda, o dəstəmazını gözəl etsin. Sonra isə məsciddə yönələrək çıxarsa, barmaqlarını keçirtməsin. Çünki o namazdadır. Və baxın, təəssüf ki, çox insanlar bilmir. Yəni, bu hədis açıq aydın göstərir ki, kim evində dəstəmaz alarsa, artıq namaz niyyətinə gedirsə, məscidə niyyətlənirsə, artıq o namazdadır, o ibadətdədir. Və bizi başqa şey yayındırmasın, başqa məsələlər, başqa dünya məsələləri yayındırmasın. Niyyətin məsciddirsə, namazdırsa, sən namazdasan. Və bu baxımdan artıq əlivi barmaqlarını, o birisi barmaqlarını keçirtmə. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem bunu qadağan edir. Və çox insan görsən ki, təəssüf ki, bunu məscid daxilində edir. Məsciddə görsən ki, sağ əlinin barmaqlarını sol əlinin barmağına keçirir, ya da əksi. Yəni, barmaqlarını keçirmək icazəli deyil. Və bu hədis açıq aydın 2 dənə hədis oxuduğumuz hədis göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edir. Çin səbəbi də bildirir ki, nədir? Namazdır. Və alimlər gətirirlər ki, bu nədir? Səhlənkarlığın bir növüdür. Barmaqlarını barmağa keçirmək və bu yuxu gətizdirir. Və ikinci mənada gətirirlər ki, bəzilər ki, bu fikir, bu düşüncə ixtilaf edən kəsin düşüncəsidir, fikridir, əməlidir. Və bu baxımdan Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edir. Hər bir halda səbəbi bizə gəlməyib və bu baxımdan Allah Resulü sallallahu aleyhi ve sellem bizə qadağan edibsə, bu əməldən çəkinməli, axtarmamalı, nəyə, nə üçün və s. və bu qadağa başqa şey bildirir və s. Açıq aydın Allah Resulü sallallahu aleyhi ve sellem öyrədir ki, biz namazdayıq və namazda olduğumuz müddətdə bu əməli etməyək. Yəni barmaqlarımızı barmağımıza qatmayaq və onu daxil etməyək. Allah Resulü sallallahu aleyhi ve sellem sözünü eşidək və itaat edək.